Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün biz uşaqların psixi problemlərinə toxunacağıq və bu mövzuda çox güvəndiyimiz həkim qonağımız var ki, bəzən uşaqların da psixiatra ehtiyacı olur. Niyəsə psixiatriya deyəndə ağlımıza ancaq böyüklər gəlir, amma müəyyən məqamlarda uşaqlarımızın da, yeniyetmələrin də psixiatra ehtiyacı olur. Elə bu məqsədlə də uşaqlarda rast gəlinən, görünən, artan psixiatrik problemlərlə məşğul olan həkimimiz Türkiyənin İstanbul Universitetindən uzmanlıq təhsili almış Doktor Ceyhun Cəfərov studiyamızın qonağıdır. Xoş gəlmisiniz. Çox şadam sizi görməyimə. İnşallah ki, gəlişiniz axarıncı olar. Tez-tez sizi görərik verilişimizdə. Siz uşaq və yeniyetmə psixiatrısınız. Bəli. Uşaq və yeniyetmə psixiatrına müraciət edənlər kimlər olmalıdır, kimlərdir və pasientləriniz daha çox həkimlərmi yönəldir? Çünki yoxsa birbaşa gələnlər də mi var? Çünki bəzən demək asandır, amma heç bir valideyn götürüb uşağını birbaşa psixiatra aparmır. Hələ ki bizim cəmiyyətdə ki, mənim uşağımın nəyi var? Heç birimiz istəmirik nəsə bir pis şey düşünək uşağımız haqqında. Necədir vəziyyət? Müraciət sayı, müraciətlərin sahəsi, patologiyalar? Əvvəla təşəkkür edirəm mənim dəvət elədiyiniz üçün. Bəli, çox əslində önəmli bir mövzudur və bizim cəmiyyət içində ən az bilinən, ən az doğru bilinən sahələrdən biridir psixiatriya, əsasən uşaq və yeniyetmə psixiatriyası. Belə deyim, yəni biz uşaq yeniyetmə psixiatriyası ümumi olaraq uşaqların istər inkişafı ilə əlaqəli, yəni nitq inkişafı, sosial inkişaf, yəni ünsiyyət bacarıqları kimi problemlərdə, istərsə də uşağın məsələn məktəb dövründə qarşılaşdığı çətinliklər, məktəb nailiyyətində aşağı olması, istərsə də davranış problemləri, emosional pozuntular, qorxu, təşviş pozuntuları, davranış pozuntuları, aqressiya kimi bir çox hallarda bizim hani bu problemi yaşayan uşaqlarla qarşılaşmamız və bu uşaqların müayinə və müalicə eləməmiz nəticə verə bilir. Burada əlbəttə ki, yəni ilk öncə valideyn, yəni çünki uşağın ən çox tanıyan, ən çox uşaqla vaxt keçirən insan valideyn, ata-anadır. Yəni valideynin bunu uşağı bilməsi, tanıması önəmlidir və uşağın adəti üzərinə olan davranışlarında və hətta da uşaqdan gözlənən bacarıqlarda nəsə bir problem olduğu zaman valideyn şübhələnib bu anlamda bir uşaq psixiatrına müraciət eləməlidir. Amma bunun yanaşı məsələn biz müəllimlərlə də, istər məktəbə qədər dövrdəki, yəni bağça müəllimləri, istər məktəb dövründəki müəllimlər, istərsə digər pedaqoqlarla, yəni məsələn loqoped, pedaqoq, psixoloqlarla bir yerdə işləyirik. Yəni onların da uşaqlarda gördükləri nəsə bir əksiklik, çatışmamazlıq ya da problemlər olduğu zaman bizlərə yönləndirirlər. Yenə də eyni zamanda digər tip sahələrində, yəni həkimlər, pediatrlarımız əsasən, nevroloqlar və digər sahələrdəki həkimlərlə ortaq müştərək işlədiyimiz olur və hətta bəzən olur ki, bir çox halda uşağın fiziki problemlərin yanında psixolojik problemlər də ola bilər. Məsələn, deyəm ki, uşaqda deyəm ki, baş ağrısı var, eyni zamanda bu bir psixiatrik bir xəstəliyin nəticəsidir ya da saç tökülməsi var. Bu da yenə həmçinin bir məsələn dermatoloq bu anlamda bizə yönləndirə bilər ki, bunun bir psixolojik etiologiyası, altda yatan psixolojik bir problem olub-olmadığını araşdırılması ilə əlaqəli və s. bu anlamda yəni bir çox tip sahələrindən işləyirik.
Nəticəsə psixoloqa belə daha rahat aparırlar, amma psixiatr deyəndə valideyndə mən biraz kobud deyəcəm mövzunu, mənim uşağım dəlidir və yaxud gedim uşağımın adına söz çıxartsınlar ki, bunun uşağı dəlidir, problemlidir kimi psixiatra müraciətdə biraz çəkinirik, gəlin etiraf edək, amma psixiatr bir tək o demək deyil ki, uşaqda şizofreniya var, autizmlə də psixiatra getmək olur və qeyd etdiyiniz davranış pozuntuları olanda da psixiatra müraciət etmək olar. Bir də siz məktəbləri vurğuladınız. Misal üçün məktəblərdə bəzən olur ki, hansısa uşağı təkləyirlər, ona qarşı şiddət göstərirlər, bu psixoloji şiddət olur. Bununla da məşğul olursunuzmu və burada işə hardan başlamaq lazımdır? Şiddətə məruz qalandan, yoxsa şiddətə məruz qoyandan? Əslində burada yəni bir çox yəni orada yəni tərəf olur. Burada yəni əsas məktəb, yəni məktəbin idarəçiləri, müəllimlər, eyni zamanda şiddətə məruz qalan uşağın özü və valideynləri, eyni zamanda şiddət uygulayan, şiddət eləyən uşaq və uşağın valideynləri. Yəni burada dedim ki, bir çox yəni işin tərəfdarları var. Belə hallarda yəni hər iki tərəfində, həm məruz qalan, həm də məruz eləyən mütləq bir psixiatr tərəfindən, uşaq psixiatr tərəfindən görməsi lazımdır. Çünki məruz qalanda da ola bilər ki, nəsə bir əksiklik ola bilər və yaxud da özünü qoruya bilməmə və yaxud da bu məruziyyətin sonrasında yaranan psixiatrik pozuntular ola bilər, qorxular ola bilər, bəli. Və yaxud da işte o məruz olanda da nəsə bir psixopatologiya ola bilər, aqressiya ola bilər, davranış pozuntusu ola bilər. Yəni bu anlamda demək ki, hər iki tərəfində mütləq yəni dəyərləndirməsi lazımdır. Ceyhun doktor, bir məsələ də maraqlıdır ki, bizim dövrdə misal üçün indi mən təbii ki, şiddətə qarşıyam, amma deyirlər nə bilim qızını döyməyən dizini döyər və s. uşağa söz demək lazımdır, cəzalandırmaq lazımdır, qadağalar qoymaq. Amma müasirlik elə bir dövrə gəldi, çıxdı ki, uşaqlara heç nə demək olmur. Müəllimin xırda bir sözündən böyük bir bu problemə çevrilir, müzakirə olunur ki, heç kim mənim uşağıma heç nə deyə bilməz. Ümumiyyətlə valideynlər də, uşaqlar özləri də artıq kiçik yaşlarda deyir ki, bu mənim mövqeyimdir, sən mənim işimə qarışa bilməzsən, nə bilim mən məhkəməyə müraciət edə biləm və s. və s. Bu müasirlik, uşağa gözünün üstündə qaşın var deməməyimiz sizcə doğrudurmu və bu bizə hansı müsbət və mənfi tərəflərlə geri döndü və geri dönəcək? Burada belə deyim, burada amma iki dənə fərqli şey var sizin dediyiniz şeylərdə. Bir, yəni aqressiya, şiddət, yəni problemlərin həllinin aqressiya ilə həll edilməsi. Bir də var uşağa müdaxilə edilməməsi. Yəni xalq dilində desək ərköyünlük. Yəni şimdi o ikisi bir-birinə qarışdırmamaq lazımdır. Yəni ümumi olaraq belə deyim, psixiatriya ilə məşğul olan insanlar, psixologiya ilə məşğul olan insanlar olaraq biz bilirik ki, şiddət, aqressiya şiddəti yaradır və yaxud da şiddətin nəticəsində uşaqda mütləq bir patologiya, bir işte özünə inamsızlıq, qorxaqlıq kimi şeylər yarana bilir. Və yaxud da o insanın şiddətə məruz olan uşağın şəxsiyyətinin formalaşmasında çatışmamazlıqlar ola bilər. O anlamda şiddət heç bir şəkildə bir problemin həlli olunmamalıdır. İstər böyük üçün, istər uşaq üçün. Yəni bu şiddəti biz yəni ailə arası, yəni evliliklərdə, yəni həyat yoldaşına qarşı da görə bilirik. Bəzən bu şiddəti biz nə bilim iş yerində də görə bilirik və ya da küçədə müəyyən bir insident olanda da görə bilirik. Fərqi yoxdur. Yəni şiddət ümumiyyətlə yəni bir mənalı olaraq bizim insanın normal sivilizasiya olmuş, ağlı başında olan insanın bir problemi həll yolu olmamalıdır. Amma uşağa sərhəd qoymaq məsələsi, uşağın o hər dediyini eləməmək, uşağın istədiklərinə qarşı bir rədd etmək, bu mütləq lazımdır. Yəni çünki real həyatda biz bilirik ki, bizim hər istədiyimiz olmur. Yəni uşağı körpəlikdən də, yəni özünü dərk eləyəndən etibarən, yəni 3 yaşından, 4 yaşından etibarən buna alışdırmaq lazımdır. Çünki uşağa indi yəni maddi, mənəvi olaraq da, yəni imkanı olanlar üçün də bu keçərlidir. Hər dediyini elədiyin zaman, hər istədiyini əldə elədiyin zaman uşaq öyrəşir. Elə şərtlənir artıq və böyüdükcə də bu artıq qalıcı olaraq artıq onun bir xarakteri, onun artıq bir
bir təbiəti olaraq yaranır və artıq onun yəni nəsə bir Arzuları reallaşmayanda. reallaşmadığı zaman, bəli, məsələn bir nəsə maneçilik yarandığı zaman ciddi aqressiya, ciddi etirazlar ya da özünün yaşadığı psixoloji gərginliklər, depressiya kimi bir çox problemlər yarada bilir. Buna görə dedim ki, mənə sərhəd qoymaq mütləq lazımdır. Onda bilmirəm, dost olaq uşaqlarımızla, yoxsa dost olmayaq övladlarımızla? Bu da ayrı bir məfhumdur əslində. Yəni belə deyim, uşağın dostu yəni ana-ata uşağın dostu olmamalıdır. Olmamalı. Çünki ata-ana başqa bir məfhumdur, dost başqa bir məfhumdur. Dostla hər şey eləyə bilərsən, dostla zarafat eləyə bilərsən, dostun nə bilim, deyəm ki, dostla bərabər hüquqa sahibdir əslində, deyilmi bir insan? Yəni dostla məsələn özünü müqayisə edə bilərsən, yarışa bilərsən, amma ata ilə ana ilə bu olmamalıdır. Çünki ata və ana daha dominant, daha avtoritet bir fiqur olaraq uşağın gözündə, biraz daha bir müqəddəs bir fiqur olaraq olmalıdır ki, uşaq atadan nəsə öyrənsin, anadan nəsə öyrənsin və ya onun sözü yönləndirməsi uşağa təsirli olsun. Dost başqa bir şeydir. Bir yerdə vaxt keçirməyi nəzərdə tutursunuzsa, o ayrı bir şeydir. Yəni o dost, yəni dostluq məfhumu olaraq sayılmaz. Bunu hansı mənada deyirəm ki, bir problemi olanda valideyndən qorxursa, o problemin həllini dostları ilə axtaracaq. Amma valideynə güvənirsə, gəlib bu problemi valideynə danışacaq ki, mən belə bir situasiyaya düşmüşəm. Bəli. Yəni valideyn bəli uşağın güvənini qazanmalıdır. İşte onun üçün mən bayaq qeyd elədim. Aqressiya məsələ bu uşağın məsələ ya da verilən reaksiyaların, uşağın elədiyi səhvlərə valideynin verdiyi reaksiyanın həddindən çox olması bu güvən məsələsini poza bilər. Amma hani yəni güvən qazanmaq üçün mütləq dost olmaq lazımdır deyil, yəni əlbəttə ki. Yəni mən sənin yanındayam, bəli, sən mənə güvənə bilərsən. Bəli, yəni reaksiyalarımız, onu uşağa yaxınlıq hiss eləməmiz, uşağı dinləyə bilməmiz əsas məsələlərdən biridir. Yəni araşdırmalar aparılıb, yəni bir-birimizi ümumiyyətlə, yəni sadəcə uşaq deyil, bir-birimizi günlük ortalama 20 saniyədən çox dinləmirik, bilirsiniz, yəni ortalama ailələrdə. Yəni çox az bir rəqəmdir bu. Yəni dinləmək, uşağı anlamağa çalışmaq, uşağın iç dünyasını, daxili dünyasını öyrənməyə çalışmaq. Bunlar daha lazımdır. Yəni dost dediyim ki, dost başqa bir məfhumdur. Aydındır. Bəs bu müasirlikdən girmişkən mövzuya, sosial media, ümumiyyətlə hər şeyin belə digitallaşması, uşaqların valideyndən çox oyunlarla zaman keçirməsi, bunlar indi həm uşaqlar, həm yeniyetmələrdə. Bir tərəfdən də valideynin işinə yaraması ki, məsələn, körpə vaxtı görürük ki, ancaq YouTube-da hansısa bir cizgi filmi qoyub ki, uşaq ancaq bu cizgi filmə baxanda yemək yeyir, valideynin işi asanlaşır. Daha sonra böyüyür, başlayır müəyyən oyunlar oynamağa, hətta bu oyunları uşaqların əlindən alında ciddi problemlər yaranır, ailədə aqressiyalar yaranır. Yəni, buradan çıxış yolunu necə tapaq, bunu necə limitləyək? Əslində burada belə bir məsələ var. Yəni buradakı texnoloji alətlərinin məqsədyönlü istifadəsi, yəni sui-istimal edilməməsi mütləq önəmlidir. Şimdi burada əslində bunu edən analardır. Analar, atalar və ya da işte dayələr, nənələr. Çünki yəni uşaq körpə uşaq, yəni 6 aylıq, 1 yaşında uşaq bilə bilməz ki, o telefonda cizgi filmi baxmaq və ya da televizorda cizgi film baxmaq onun üçün faydalıdır, zərərlidir. Amma bu imkanın yaradılması, bu şansı uşağa verilməsi və yaxud da bu uşağın işte o sakitləşmə metodu olaraq ya da yemək metodu olaraq bunu istifadə edilməsi valideynin səhvidir. Və bu səhv olduqdan sonra da uşaq artıq bunu öyrəşməsi və yəni həyatının bir parçası haline gətirməsi də qaçınılmaz olur. Yəni burada deyim ki, başdan bunu düzgün yəni nə deyirlər, təyin eləmək lazımdır. Elmi araşdırmalar göstərir ki, ümumiyyətlə 3 yaşına qədər uşaqların heç bir şəkildə ekran məruzəti olmamalıdır. Bəli. Yəni yemək yemədisə də telefon verməmək lazımdır. Nə bilim ağladığı zaman da verməmək lazımdır. Yuxu yata bilmədiyi zaman da heç bir şəkildə. Heç bir halda 3 yaşına qədər uşağın telefonla və ekranla təması olmamalıdır. Bəli. Sonrasında da sərhədlər, yəni məsələn məktəbə qədər dövrdə, 6 yaşa qədər olan dövrdə yarım saat. Valideyn nəzarətində mütləq amma yəni çünki uşaq bilə bilməz. Uşağın məsələn əlindəki o baxdığı telefonda, baxdığı video, baxdığı cizgi film onun yaşına uyğundurmu? Deyildimi? Oradan aqressiya və ya da qorxu meyarları varmı? Bunu bilə bilməz. Valideyn mütləq nəzarət etməlidir. Sən bu cizgi filmə baxa bilərsən ya da baxa bilmərsən. Bu oyunu oynaya bilərsən ya da oynaya bilmərsən. Məktəb dövründə də bu 12-13 yaşa qədər olan dövrdə də 1 saatdır.
Yəni bu sərhədlər. Bu olmadığı halda nə olur bəs, onu deyim sizə. Yəni bir uşaqda istər-istəməz bir asılılıq yaranır. Yəni çünki bunlar yəni beyində sanki o dünyada yaşayırlar. Bəli, beyində həzm mexanizması yaradır. Yəni bunun mexanizmanın yaranmasındakı səbəb də yəni o məsələn deyim ki, baxdığı cizgi filmində ki müəyyən stimullar ki, onun xoşuna gəlir, rəngli olması, müəyyən oradakı mahnılar, müəyyən işte o ekrandakı sürətli döngülər, dəyişmələr və s. ya da oynadığı oyunlarda da məsələn deyim ki, qazandığı xallar, nə bilim nəsə bir nəticə, yaxşı bir nəticə, bunlar onu həzz almasına və həzz aldığı şeylərdə insan istər-istəməz, yəni əslində bu bir çox şeydə belədir. Yəni bu işte narkotik maddələrdə də belədir, yəni alkoqol istifadəsində də belədir və ya da yeməkdə də belədir, indi sizin sahənizdə olduğu üçün. Yəni həzz aldığı şeylərə insan asılı ola bilər. Düzdür, bu hər uşaqda, hər insanda fərqli mexanizmadır. Yəni risk fərqli olur, amma yəni bu risk həmişə var. Və ona görə yəni nə olur? İşte istər-istəməz o artıq məsələn yarım saat ona yetmir, 1 saat baxmaq istəyir. Sonra bir müddət sonra 1 saatda yetmir, daha çox baxmaq istəyir və artıq asılılıq, texnoloji asılılıq dediyimiz şey yaranır. Və müddət artdıqca da bu uşağın həm fiziki inkişafına, həm də psixoloji inkişafına mənfi təsir edir. Biz məsələn klinikada, təcrübələrdə də, elmi araşdırmalarda görürük ki, uşaq nə qədər erkən yaşda telefona, televizora məruz qalıbsa, uşaqda nitq inkişafında, uşaqda sosial inkişafda, uşaqda diqqət problemləri yaranmasında ehtimal artır. Yəni bu anlamda yəni uşaqların yəni normal sağlam böyüməsi cəhətdən bunlar ciddi fəsadlar yarada bilər. Ona görə bu yəni məhsum bir şey deyil. Yəni uşaqdır da baxır, sakit durur. Yəni bir çox bundan ötürü mən gördüyüm uşaqda ki, məsələn nitqində inkişaf olmuyor. Uşaq gəlib 5 yaşına, 6 yaşına danışmır. Nə bilim işte autizm, yəni uşaq ətraf mühitə reaksiya vermir. Tamamilə öz dünyasında, tamamilə telefona baxaraq xoşbəxt olan bir uşaq halına gəlir. Diqqət problemləri, diqqət pozuntuları. Yəni məsələn deyim ki, orada sürətli ekran döngüsü olduğu üçün uşaq ayrıntılara diqqət eləyə bilmir. Amma normalda məsələn deyim ki, dərs ləvazımatlarında, nəysə də oxuduğu şeylərdə ətraflı diqqətli baxmalıdır. Hər xırda şey önəmli ola bilər, detal ola bilər. Dərsdəki performansına da təsir edir. Mütləq, mütləq. Çünki indi misal üçün çıxsaq danışdırsaq valideynləri, 10 valideyndən 8-i 9-u deyəcək ki, bu indiki uşaqlar, üzr istəyirəm ifadəmə görə, keydir. Sözü deyirsən məsələn, mətbəxdən mənə filan şeyi gətir. Gedir, çatır mətbəxə. Ümumiyyətlə, mən bura niyə gəlmişəm? Sonra da başqa işlərinlə məşğul olur. Sən də yarım saat dayanıb gözləyirsən ki, mən səni niyə göndərdim mətbəxə? Hə, niyə göndərdim? Və ya qayıdır ki, mən niyə göndərmişdin? İşte bu amillərdən ən əsaslarından biri də ekran, yəni kiçik yaşlarda ekrana məruz qalmaq və müddətsiz, yəni bir sərhəd olmadan, limit olmadan baxması, yəni bu şeylərdən biridir. Tabii düzdür. Sadəcə bunu demək bəlkə doğru olmaz, amma yəni əsas faktorlardan biri də budur. Ki uşaqların diqqət əksikliyinin əsas səbəbi məhz ekran, digital oyunlar və orada keçirdikləri zamandır. Ki bunu da indi valideyn limitləməlidir də başqa. Mütləq. Yəni biz indi çıxdığımız hər platformda və ya da qarşılaşdığımız hər valideynə bunu başa salmağa çalışırıq. Çünki dedim ki, bu təhlükəni valideyn çox bilməyə bilər. Yəni bunun təhsili və s. ilə əlaqəli, amma yəni biz bu işdə görən, bu işin məşğul olan insanlar olaraq bunu bir borc olaraq, yəni sağlam nəsillər yetişdirmə cəhətdən əslində bu bir mən elə düşünürəm ki, bu belə bir qlobal bir problemidir və bu aslında fərdi olaraq yəni mənim və ya da sizin eləyə biləcəyiniz bir şey deyil. Yəni bu əslində bir bu toplu bəli cəmiyyətin, işte bu hökumətlərin və ya da bu işte Birləşmiş Millətlər, UNESCO və s. UNICEF-in şeyində olmalıdır ki, yəni ekran məruziyətinin nəsillərin, insan sağlamlığının, insan psixologiyasının pozulmasına gətirib çıxardığı ilə əlaqəli məlumatlandırsın əhalini. İstənilən halda bizdə valideynlər 2 qrupa bölünür daha çox. Biri bütün günü olsun kompüterin qabağında nəsə eləsin, mən belə deyək, vaxtımı almasın, beynimi məşğul etməsin, məni narahat etməsin. O birisi valideynlər də var ki, bir başqa cür uşaqlarına işgəncə verirlər. Qonşunun uşağı skripka çalır, bu da getməlidir. Əmsi oğlu şahmata gedir, bu da getməlidir. İngilis dili 3 yaşında öyrənməlidir və s. üzgüçülüyə də getməlidir və bu uşaq axşam gəlir və heç nəyə vaxtı olmur.
və çox yüklənmiş bir vəziyyətdə olur ki, bu mövzuya da istəyirəm reklamlardan sonra toxunaq. Sırada reklamlarımız var. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium döyüş nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitaminin qəbulu üçün nəzərdə tutulub. Təyinata uyğun olaraq kalsium döyüş nikamet sizin bu mövzuda köməkçi vasitəniz ola bilər. 25 ildən artıq mövcud preparatdır və hamilələr 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz fizioterapevt, Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Reklamlardan sonra davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.